Herkese selamlar, saygılar. Değerli dostlar, neredeyiz? Kardeş ülkemiz Azerbaycan'da Sabirabad'da Nizami Kenti kasabasındayız ve bugün buraya neden geldik? Değerli dostlar, kayıp şehidimiz Agani Kerimov'un mevlidindeyiz. Yani onun mevlidine geldik. Peki o kim? O bir kahraman. İnşallah yakın zamanda bulunacak ve mezarı da olacak, kabri de olacak. Ailesi onun kabri başında dua edecek, biraz teselli edecek. Değerli dostlar, Agani Kerimov, Kamil Kerimov kardeşimin yeğeni, amcasının oğlu. Bugün benim Azerbaycan'dan misafir eden gezdiren dostum. Ben de bu videoyu çekmeye onlara borç biliyorum. Dostum başınız sağ olsun. Başınız sağ olsun abi. Başınız sağ olsun. Şehidimizin mekanı Türk dünyasının başı sağ olsun. Allah Türk dünyasının Türk dünyası diyerken biz de Türk'üz, hepimiz Türk'üz. Ben her zaman demişim, benim bir sözüm var. Herkes Türk vatandaşı olabilir, cibinde Türk pasaportu taşıyabilir. Ama herkes damarında Türk kanı taşıyamaz. Buradan Türk kanı taşıyan ister hanımlar olsun, ister beyler olsun, onların Allah canlarını sağ eylesin. Allah yollarını açıq eləsin, sayını çox eləsin, ömürlərinə bərəkət versin. Nə qədər ki Azərbaycanda bax bu cür təzəl simasında olan xanımlarımız var, elə də Koroğlu igidlərimiz olacaq. Yəni Allah Azərbaycanda bir daha belə faciələr göstərməsin, tezliklə mümkün düşən şəhidlərimiz tapılsın, əzizlərə doğmaları geçsin onların məzarı başında, ruhuna parti olsun, ziyarət yerləri olsun, o cümlədən də bizim fikrimiz. Agani Kerimov, mənim əmin oğlu Zəfər özü müdafiə dəstəsi yaratdı. Əvvəl kiçik əmin oğlum Yeniyetməz ona qoşuldu. Vətənin dar günündə, vətənin adlı günündə, ağrazlı günlərində o Xocalı faciəsini işlərək burada davam gətirə bilmədilər, özlərini vətənimizin uğruna, müdafiəsinə can attılar. Biri şəhid oldu, itkin düşdü, biri isə yarıcandı. Qazidir. Qazidir. Bəli. Allah bütün qazilərdə şəfa etsin. Bu Amin, şəhid amin. doğulub, qoyub, başa çatdı, evində, yurda, ocağında. Sizlər də xoş gəlmişsiniz. Çox sağ olun, qardaşım, sağ olun. Nə yaxşı varsınız. Sağ olun. Şəhidimizin adına ehsan verildi. O ehsanlar İmam Hüseyin xatirinə qəbul olunsun. Allah şəhidlərimizin ruhunu İmam Hüseyinlə məşğul etsin. Təşəkkür edirəm. Burak, sənə də biz təşəkkürümü bildirəm. Türkiyədən əziyyət çəkmişsən. Hər dəfə də mənim yanımdasan. Şəhidlərin ziyarətində Allah sende de milyon kere razı olsun. Mənim babamı da getdim, ziyarət etdim. Bir çox şəhid evlərinə getdik, qaziləri ziyarət elədik, şəhid evlərini ziyarət etdik. Hətta sənin Xocalı faciəsinə o gözün dolu ağlayaraq o istədim ki, o yerə geçsin. Mən səni oraya götürdüm. Halal zəhmətin halal boşun olsun. Sen de zəhmətin hakkınızda halal Helal olsun. Milyon kere helal olsun. Dünyayı bir kere daha gelsin aynı şeyi tekrar yaparım ve ben elimde Türk bayraklı Atatürk yani. Bunun getirmemin sebebi kullandığımız Mustafa Kemal Atatürk'ün bir sözü var. Azerbaycan ülkeleri bizim ülkelerimiz, neşesi bizim neşemizdir. Ben de bir Atatürk evladı olarak bunu şehidimizin ailesine Türkiye'den getirdim. Bulundurmuş Mustafa Kemal Atatürk ve silah arkadaşlarına ister Azerbaycan'da olsun ister Türkiye'de bütün şehitlerimizi rahmet tanıyorum. Bunu şehidimizi yakında teslim ediyorum. Evet, kardeşim. Var ol abi. Var ol. Təşəkkür, Valide xanım, sizə də təşəkkür edirəm. Çox sağ ol, qardaşım. Halal edin. Bura hər kim gəlib haqqını halal eləsin. Çox sağ ol. Yediyiniz işleriniz halal xoşlu olsun. Allah sizlərə can sağ versin. Yaxşı var, yaxşı bir yerdəyik, yaxşı həmkar. Çox sağ olun, sağ olun, sağ olun. Allah köməyiniz olsun. Biz də hər zaman xoş günə gələk bu qapıya, xeyir iş üçün gələk. Gün o gün olsun, şad xəbərin, nə bilim belə sağlam olmağın eşidəyik. Əlbəttə, hər kəs siyasi sağlam olsun. Allah heç bir bacıya, heç bir anaya oğulları göstərməsin. Amin. Ana getdi bacıları gözləyir. İnşallah gəlir. Allah can sağlığı versin. Allah yerdə qalanlara can sağlığı versin. Biz şəhidlərimizi heç zaman unutmarıq. Unutqan xalq deyilik. Hər zaman da şəhid ailələrinin yanındayıq. Yəni ki, mən bir şəhid xanımı olaraq, şəhid evlatların anası olaraq, mən bilirəm ki, şəhid ailəsi nə deməkdir, nə çəkir. Və ona görə sizlərə də minnətdaram. Bax, Türkiyədən gələn qonağımıza minnətdaram ki, o hər zaman şəhid ailələrinin yanında olur. Öz şəhidi kimi qarşılayır, Azərbaycan şəhidində, Türk şəhidi kimi qarşılayır və addım-addım bizim eli, obanı gəzir, o şəhidlərin
qəbrin ziyarət eləyir, o şəhidlərin döyüşdüyü yerlərdə, qan tökdüyü yerlərdə ziyarət eləyirsə, elə bil ki, o şəhidlərin elə qəbrin ziyarət eləmiş kimi olur. Sağ ol abim, var ol. Sağ ol.